Hal-hazırda dünyada tanınmış futbol aləmində həmin o futbolçulardan biri Zinəddin Zeydandır. Eşitmişsiniz, baxmışsınız, bəlkə də elə burada həvəskarları var, məni də eşidirlər. Zeydanın həyat yoldaşı onun haqqında Fransada bir jurnala müsahibə verib. Onun dediyinə əsasən deyir ki, mən onunla tanış oldum. Zeydan hiss elədim ki, məni bəyəndi, ağsaqqalları bağışlasın. Söz əsnasında bir mənə sual verdi ki, sən hansı dindəsən? Mən dedim, mən başqa dindəyəm. Alçaltmadı. Demədi, bu nə dindir? Dinimi təhqir eləmədi. Heç zat demədi, getdi. Mən bir müddətdən sonra özümlə onu bəyənmişdim. Getdim, adresini, ünvanını tapdım, yaxınlaşdım. Dedim, sən mənlə tanış olduğun sözümüz oldu, amma nəsə dinimi soruşdun. Dedi, açığın desəm, mən sənə evlənmək istəyirdim. Amma mən özüm müsəlmanam. Mənim dinimdə sənin dinin kimi qadını ala bilmərəm. Kişi qadından xoşlayar, üzr istəyirəm, amma dininə görə yox deyir. İndi mömin var, adını iman, müsəlman qoyub gedib zina edir. Deyir ki, mənlə bir müddət münasibətləri olandan sonra din haqqında məlumat topladım və bir gündə dedim ki, mən də müsəlman olmaq istəyirəm. Müsəlman oldum və evləndi. Sonra ona sual verir ki, bəs Zinəddin Zeydanın maraqlı xüsusiyyətləri nədir? Maraqlı xüsusiyyətlərindən biri budur. Bu adam deyir, hər ay öz maaşını aldı. Maaşının, yaxşı maaş aldı, birisi də tanınmış futbolçular, 10%-in öz hesabdarına, mühasibinə dedi ki, ayır. Kimə? Kimə versə yaxşıdır? Əlcəzairdə olan yetimlərə, kimsəsizlərə. Sağ əli bəzi bizim futbolçuların başına. Deyir, bəs o haçan əsəbləşir? Deyir, ailədə heç vaxt onu əsəbləşən görməzsən. Çox mülayim adamdır. Ona haçan dini təhqir olsa, İslama kimsə sataşsa, dəhşət əsəbləşir. İtaliyalı futbolçunu ki, bir kəllə ilə vurdu sərdiyi yerə, baxmışsın o kadra. O da ona demiş ki, sən terrorist müsəlman demişdi. Terrorist müsəlman kəlməsi ilə qayıtdı ona o zərbəni vurdu və sonra da deyir ki, mən nə qədər top qol vurmuşam, o zərbələrin arasında bu zərbə mənim üçün ən şirin zərbə idi. Nə qədər zərbə elədilər? Pulundan keçməyən oğlanlar, imam üçün pul xərcləməyənlər, müsəlmanlar üçün pul xərcləməyənlər, Fələstində ac uşaqları görüb pul verməyənlər. Zinəddin Zeydan yarım milyon evro cərimə olundu. Cəriməni həvəslə verdi, qətlidir ki, bu da mənim üçün ən şirin bir hadisədir. Malım da, canım da dinimə fəda olsun. Dini qorumaq lazımdır. Bir futbolist qədər gərək qeyrətimiz olsun.